Gecə idi. Şəhərdə oyuncaq mağazası vardı. İşıqlar sönmüşdü. Yalnız ay işığı rəflərdəki oyuncaqların üzərinə düşürdü. Mağazada bir sir vardı. Oyuncaqlar düşünürdü. Rəngli saçlı Sisi mahnı oxuyurdu. Elm öyrən, texnologiya qur, ideyanla gələcəyə dur. Robot Rino işıqlarını yandırıb dedi. Sisi, biz uşaqlara mahnı yox, ideya gücünü də öyrətməliyik. Ayı Momo dilləndi. Gəlin günəş enerjisi ilə işləyən oyuncaq düzəldək. Şampuf dedi. Mən paneli tutaram, sən mexanizmi düzəlt Rino. Rino düşündü, gözləri parladı. Əsl ideya budur. Sisi yenidən mahnı oxudu. Elm düşüncəni oyadır, texnologiya ürəkləri birləşdirir. Artıq səhər açılırdı. Oyuncaqlar rəflərə geri döndülər. Səhər açıldı, mağaza uşaqlarla doldu. Rino, Sisi, Momo və Pu rəfdə oturub bir-birinə baxıb gülümsəyirdilər. Düşünmək gücdür, elm öyrənmək gələcəyi dəyişməkdir. Kiçik bir ideya böyük möcüzə yarada bilər.